Ölkədə bəzi məktəblər bağlanacaq, şagirdlər distant təhsilə keçəcək. Növbəti tədris ilindən etibarən şagird sayı az olan məktəblərdə yeni tədris modeli tətbiq olunacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu öz müsahibələrinin birində məlumat verib. O bildirib ki, bəzi ucqar kəndlərdə fənn müəllimlərinin çatışmaması şagirdlərin illərlə müəyyən fənləri öyrənə bilməməsinə səbəb olur. Təhsil məsələləri üzrə ekspert Məzahir Məmmədli də bildirir ki, hazırda ucqar kəndlərdə 100-dən çox məktəbdə pedaqoji heyətin çatışmazlığı və şagird sayının azlığı distant təhsilin tətbiqini zəruri edən əsas amillərdəndir. Tədrisi az olan fənlər var. Məsələn, fizika, kimya, coğrafiya, biologiya kimi fənlər var ki, bu ucqar yerlərə adətən bu müəllimlərin çatışmazlığı var. Bəzi məktəblər var ki, şagird sayı azdır. Hətta şagird sayı 3, 5, 10-a qədər olan məktəblər belə var. Nəzərdə tutulan layihədə əsasən planlaşdırılıb ki, onlayn tədris siniflər üçün olsun ki, deyək ki, orada fənn müəllimi çatışmır. Deyək ki, indiyə qədər tədrislə məşğul olan müəllimlər var idi, amma keyfiyyətli tədris yox idi. İndi biz bu qanundan belə nəticə çıxarmaq olar ki, artıq ucqarda, uzaqlarda olan şagirdlərimiz də keyfiyyətli təhsil ala biləcək. Ekspert deyir ki, bu sahədə Azərbaycanda pandemiya dövründə müəyyən təcrübə formalaşsa da, təhsil keyfiyyətinin yüksəlməsi üçün ciddi maddi-texniki təminatın yaradılması vacibdir. Bugün ucqar yerlərdə olan məktəblərdə sürətli, zolaqlı internet təhsillər olsun ki, yoxdur. Yəni ki, bu əksər məktəblərdə belədir. Amma biz əvvəlcədən maddi-texniki bazası qurulsa, yəni artıq bunun üçün bu təşəbbüs olub, elə bilirəm, həm də bu bir vəsilə olacaq ki, həmin yerlərdə, heç olmasa ucqar yerlərdə ən azından bir məktəbəsə də belə internetin təminatı mümkün olsun. Yəni bu olmadan belə o keyfiyyətli tədrisdən biz danışa bilməyəcəyik. Biz deyək ki, həmin şagirdlər müasir laboratoriyada təhsil almayacaqlar hər halda. Yəni burada heç olmasa tədrisin praktik tərəfi bir tərəfə, nəzəri cəhətdən müəyyən bir biliyə malik ola biləcəklər. Ekspert onu da vurğulayır ki, bu yanaşma düzgün icra olunacağı təqdirdə ucqar ərazilərdə təhsil daha əlçatan olacaq. Qeyd edək ki, Elm və Təhsil Nazirliyinə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, sözügedən məsələ ilə bağlı yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat təqdim olunacaq. Turqan Əliyev, Cabbar Qaryağdıoğlu, Firuzə Məlikzadə, Xəbər Ertəsi.